Deyir ki, bildik ki, uşaqlısan, saçın həmişə vız, üst başın tökülür. Arada bir özünə bax da. Ümumi olaraq təmiz isəm, duş aldıysam, dünyanın ən gözəl qadınıyam. Hətta ən baxımlı qadın. Paltarları paltaryana atıram, mən yuyur, sonra mən asıram. Onları səliqəli şəkildə büküb yerbəyər edirəm. İki oğlum Yunus dünyaya gələndən sonra həm yatmayan, həm ağlayan, həm qucaqpərəst. Böyük oğlum da daha çox diqqət istəməyə başladı. İşləri görməyə çalışarkən bir tərəfdən də uşaqlarıma yetməyə çalışıram. Evi təmiz saxlamağa çalışdıqca görürəm ki, uşaqlarıma yetə bilmirəm. Əsəblərim getdikcə pozulur. Süpürürəm, silirəm, tozunu alıram gündəlik, səliqəyə salıram. O da uşaqlar yatandan sonra, bəzən heç onu da eləmirəm. Yunis hər yarım saatda bir oyanır və mən yatmağı seçirəm. Yeməyə qalsa uzun zamanda doğru düzgün bir yemək bişirmirəm. Uşaqların yeməyini bişirirəmsə artıq günü demək olar ki, tamamlamışam. Biz yaxşıyıqsa, uşaqlar yaxşıdırsa, onlarla vaxt keçirə bilirəmsə, bu artıq mənim üçün bir qalibiyyətdir. Hamı düz saçlı olmalı deyil, hamı keratinli olmalı deyil, hamı makyajlı olmalı deyil. Olan nə gözəl, super, əla. Ləzzət alıram belə xanımları görəndə, zövq alıram baxarkən. Keratində 4 saat oturmaqdansa və bunu elətdirmişəm, peşman olmuşam. Uşaqlarımı aparıb parkda gəzdirərəm, onlarla qaçaram, oynayaram, mənə daha xoşdur. Saçımız da düzələcək, ev də dağınıqlıqdan çıxacaq, paltarlar da yuyulacaq. Yəni anaları artıq başa düşmək lazımdır. Ana xoşbəxtdirsə, uşaq xoşbəxtdir, ev xoşbəxtdir, hər kəs xoşbəxtdir. Yəni bu müddət 3-4 yaşa kimi davam eləyir də. Sonra artıq uşaq istər-istəməz özünü biraz idarə eləyə bilir, fikrini ifadə eləyə bilir, özü üçün oyun oynaya bilir.